Nə? Bu oyunu oynayacaq. Oyunun adı da Super Epic Çılğın Etiketdir. Bu oyunda nə qarırıq? Belə qovalayanlar olur, bir də qaçıcılar olur. Qovalayanlar qaçıcıları tutmağa çalışır, qaçanları. Qovalayanlar belə qırmızı rəngdə olur, qaçanlar da mənim kimi göy rəngdə olur. Bir dənə qovalayanla başlayır. Yəni qovalayan da sadəcə rastgele birinə seçib verir də. Mən də ola bilərəm də. Əgər birinci qovalayanla başlayıbsınızsa və hamını vurursunuzsa, onda 40 qəpik qazanırsınız. Deyirdim ki, qovalayandan hamısı çıxdı. Nəysə. Qovalayan olubsuzsa, əgər birinci sizə qovalayan veribsə, hamını vurursunuzsa oyunda, onda sizə hamını vurursunuzsa, onda sizə 40 qəpik verir. 40 qəpik. Əgər qovalayan olubsuzsa, yəni sizi kimsə ya vurubsa, qovalayan olubsuzsa, ya da ki birbaşa qovalayanla başlayıbsınızsa, onda adam vurduqda da, qaçıcıları vurduqda da 5 qəpik də verir. Yəni qaçanları vuranda da 5 qəpik verir də. Amma orada da qəpik eləyə bilirsiniz, yığa bilirsiniz. Həm də oyun özü də qazananda da 40 qəpik verir, qazanmayanda 20 qəpik verir. Qaçıcı olanda da qaçıcı olub qazananda da 20-40 qəpik verir. Niyə dayanıb bu indi bu yerində? Qovalayan olub da hamını vuranda belə 40 qəpik verir. Oyunda belə becərələr də olur. Məsələn, zəlzələ kimi. Allah. Nə qarırıq? Yəni bunların hamısı qazandığınız coinlərlə alırsınız da bunları. Məsələn, bu 25.000 coindir, bu 10.000 coindir, bu da 10.000 coindir, bu da 5.250 coindir, bu 3.500 coindir, bu 1.200 coindir, 1.400 coindir, bu 1.500 coindir, bu 1000 coindir. Bunların hamısı əslində bağlı olur, kilitli olur. Bir dənə bunu oyun özü hədiyyə olaraq verir də. Yəni girəndə bunu verir. Qalan hamısı kilitli olur da. Sadəcə mən bunların hamısını mən almışam. Yəni oyunu neçə aydır oynayıram. Bunun əvvəl gəlişməyən hal da var idi da. Məsələn, mənim kanalımda videolar var da. Oradan baxa bilərsiniz o birisi videolara da. Burada mən bu becəriləri hamısını almışam. Neçə ayda oynayıram da. Ona görə bunların hamısı məndə açıqdır. Yəni təxminən bunların hamısını toplasaq 50.000-ə yaxın coin olur da. Yəni bu da 52.000 coinim var. Mənim 52.590 coinim var. Bunların hamısını aldığım üçün elə yəni coin gəldiksə yığılır da burada. Bir də sizə məsələn şey də verir də. Belə oyun qazandıqca, adam qaçıcılara vurduqca da XP də verir. Buradan seviyə atlaya bilirsiniz də. Məsələn 3271 XP yığanda 94 seviyə olacam. Yəni seviyə yığmaq asan deyil də, yəni çətindir. 10-15-20 seviyədən sonra çətinləşir də, çox istəyir. 1000-2000 zat belə istəyir. Mən də indi 93 seviyəyəm. Yəni neçə ayda oynayıram deyə belə 93 seviyələr var da. Bu oyunda həm buglar var, həm gizli yerlər də var. İndi vaxtını çatdıra bilsəm, o bəzi gizli yerləri sizə göstərməyə çalışacağam. Sən birinci gizli yer desən vaxt qutaracaq, 5 saniyə qalır. Göstərə bilsəm. Yəni birinci yer burdadır əslində. İndi buna yəni gizli yer deyil. Daha bax. Gəlirsiniz bura. Daha. Burada belə yer var. Amma qoy. Xəritə bir də gəlsə bunu göstərərəm də sizə. Yəni orada bir dənə yer var. Əslində gizli yer deyil. Həcə mən özüm kəşf eləmişəm də o yeri. Yəni bug kimi düşünün də. Yəni ora girib lap oyatdalar girirsiniz oradan. Onlar daha yaxşı gizlənə bilirsiniz də. Siz tapa bilmirlər. Əgər də gizlənə bilərsiniz. Yəni çox xəritədə demək olar ki, gizli yerlər, buglar tapmışam. Amma burada yer yoxdur. Burada gərək qaçasınız. Buradan becərələri aldıqca da daha rahat olur. Məsələn buradan məsələn zəlzələ var da, məsələn bu. Zəlzələ hamını belə məsələn ətrafında belə adamlar olanda hamını uzağa uçurdur da. Məsələn mən qovalayan mən vurmağa çalışanda bunu basırsınız, uzağa uçurdur onu. Bu da zəlzələ yanınızdakı çox adam, yəni yanındakı bütün adamları uçurdur. Amma bu itmə, güclü itmə sadəcə bir dənə adamı şey eləyirsiniz də, bir dənə adamı şey eləyir. Uçurdur, bir dənə adam uçurdur. Bu da yəni çox yuxarı hoppanırsınız da. Bu biraz şeydir, az hoppanabilirsiniz.
Amma bu ən güclüsü budur da 10.000 coin'a. Bunu işləsəz, alsaz çox adam sizi vura bilməz də. Böyle 15 saniyədən bir olur da. Hamısının bir zamanı var, bir sürəsi var da. Açılma sürəsi. Məsələn, işlətdikdən sonra məsələn 15 saniyə sonra təzədən işlədə bilirsiniz. Məsələn, bunlar 5-10 saniyə olanda bunlar böyle çox epik, sonra efsanevi olduğu üçün yəni çox güclüdürlər də. Bunu 5 saniyədə qoysalar, dəqiqə başı istəsəz, yəni şey olmaz da, maraq olmaz. Ona görə 15 saniyə eləyiblər. Daha məsələn budur, çox uçsuz. Amma burada elə uçurdur. Yəni oyun olsa bunu şeyləndə şey eləyir. Verir hədiyyə. Məsələn baxın, nə belə eləyəndə çox elə belədir. Bayaqçına görə çox zəifdir də. Ona görə ən yaxşısı budur. Bu. Bunu almağınızı tövsiyə edirəm. Tövsiyə. Onu da gərək oynayıb yığasınız da. Yəni başlarda gərək bunu alasınız, bunları. Məsələn bunu alasınız, zıplama. Bu da biraz yaxşıdır. Salam, niyə burada? Yəni bu video çox şey deyil, tanıtım videosu olduğu üçün çox oynamayacağım. Gələn videolarda yəni əsl oynayacağım da. İndi çox da vaxtım çatsa bəzi gizli yerləri də göstərməyə çalışacağım bu videoda. Burada ən çox vuranlar da adamların adını göstərir birinci sırada. Məsələn 4 dənə adam vurubdu. İndi mən də yaxşı oynayıram. Sadəcə indi sizə şey göstərdim üçün. Məsələn buradan belə hoppana da bilirsiniz. Baxın belə hoppana da bilirsiniz. Sonra buradan belə yer də var. Belə gəlirsiniz, buradan hoppana da bilirsiniz. Cəmaət onu bilmədiyi üçün buradan gəlib belə hoppanır. Amma belə yerlər də var. Məsələn belə gəlirsiniz, bunu gərək yaxşı işlədəsiniz də. Belə yaxşı oynamalısınız. Məsələn burada da çox da bir gizli yer yoxdur. Məsələn bu super hoppanmanı. Məsələn burada da bir dənə yer var. Bura belə girib gizlənə bilərsiniz. Amma gəlib iki yerdə baxa bilərsiniz. Adam buranın bəzi adamlar bilir də. Oradan gələ bilərlər, buradan da gələ bilərlər. Buradan belə hoppanırsınız. Buradan belə, buradan belə, buradan belə, buradan da belə. Belə yerlər də var. Bura yaxşı eləyənməsəz, məsələn baxışın dostlar, bayaqları internet getmişdi buradan. Ona görə videonu dayandırmalıydım. Devam eləyək. Gəldik. Nəysə, qədər bəsdir məncə tanıtım. Burada çox da şey yoxdur da. Dediyim kimi, xəritədə çox da bir şey yoxdur. O birisi xəritələr gəldikcə yavaş-yavaş göstərəcəm. Sən buradan belə daşdan buradan hoppanmaq olmur da. Məsələn, bəzi yerlər var. Məsələn, buradan gəlirsiniz, bura hoppanırsınız. Buradan belə hoppanıb bura gələ bilirsiniz. Bağaca belə çıxa bilərsiniz. Sonra bağaca da belə çıxa bilərsiniz. Bu yerləri bəzi adamlar bilmir, ona görə. Burada məsələn bir 20 saniyə uzağa dayana bilərsiniz də. Yəni adamlar gələnə qədər 20 saniyə uzağa burada dayana bilərsiniz. Sən bu orada ağac da var. Orada çıxa bilərsiniz bu super zıplama ilə. Super zıplama ilə. İndi sən burada bir də yol yoxdur. Buranı bağlayıblar. Burada gedə bilmirsiniz. Bu videonun indi birazdan saniye kutarsın. Biraz uzun oldu. Gələn səfərki videoda oynayacağım. Yəni, takipdə qalın. Videoya bəyənin. Mənə abunə olun. Yəni kömək eləyin də. Bu videonun çox izlənməsini düşünürəm. Burada qutaraq videonu. Yəni bu video tanıtım videosu idi da. Ona görə də çox da şey eləmədim. Gələn səfərki videoda yaxşı oynayacağam. Nəysə, sağ olun dostlar. Xoşça qalın.